Bir için sudan ötürü savaşlar gelir. Bugün Əsa Teatrı növbəti dəfə premyerasını həyata keçirdir. Hansı ki, bu tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə növbəti əməkdaşlıq çərçivəsində baş tutmuşdur. Axtarış adlanan tamaşa ilk dəfədir Azərbaycanda hibrid üslubda hazırlanmış tamaşadır. Bu o deməkdir ki, bu tamaşada iki müxtəlif əsər eyni anda səhnədə nümayiş olunur. Bu, böyük mütəfəkkir Fəridəddin Əttarın Quşların Dili əsəri və Albert Camus'un Anlaşılmazlıq faciəsidir. Senin eşki efsaneden başka bir şey değil. Ben ona inanmıram. Teatra uşaqlıqdan həvəsim olub, amma həvəskar teatrlar olub daha çox, belə deyim, amma çıxışlarım olub. Peşəkar teatra ilə Əsa Teatrı yaranandan Əsa Teatrında fəaliyyət göstərirəm. Obrazım quş obrazıdır, lakin burada belə deyim də tipik bildiyimiz quşlardan söhbət getmir, yəni bu epik fəlsəfə olduğu üçün burada biraz daha dərin mənası var. Yol yemeli borçluyuz. Biz ne yiyip sıçık yanıra. Gözlerim bak. Dab getirməyə çətindir. Bizi sabah ve ertesi gün neyin gözlediğini değil. Mən Camus'un qəhrəmanı olaraq Martanı canlandırıram. Əttarın əsərində isə Tovuz quşunu canlandırıram. Çox həyəcanlıdır. Ümumiyyətlə aktyor kimi ilk dəfədir belə bir təcrübə eləyirəm ki, səhnədə eyni anda iki əsəri, səhnə əsərini canlandırıram və bu çox maraqlı, çox gözəl bir təcrübədir. Bu sevgiden el çek. Yox. Bil ki gül her yeni baharda sana istehza ve tehkirle gülür. Ben onsuz yaşayamam. Ben geri dönmeliydim.